Mən Sağlam Addım Qadınlar Filialının proqram rəhbəriyəm. Adım Yeganədir. Bu günləri sizi mərkəzimizdən tanış eləmək istəyirəm. Gedək Dinara xanım sizi mərkəzimizdən tanış eləsin. Qızlar neyir? Xoş gəlmişəm, xoş gördük. Dinarada bizim mərkəzin nəticəsidir. 13 il istifadəsi olub. 13 ildən sonra bizim 6 ay mərkəzimizi rezidentini keçib. Daha sonra 3 ay şöyle adaptasiya dövrünü keçib və bugünkü gündə artıq bir il tamam olur ki, ayıqdır. Necədir ayıqlıq Dinara? Aylıq mən elə bilirdim ki, çox çətindir, amma təhsil çıxanda çətin idi. Amma indi bilirəm şəhərə gələndə instrumentləri, fokusumu dəyişirəm, ora gedirəm. İnşallah, yəni məşqə də qayıtmaq istəyirəm, inşallah da qayıdacam. Belə də hər şey yaxşıdır. Dinara, ayıqlıq gözəldir, yoxsa istifadə? Ayıqlıq əlbəttə. 22 il idman ustası, millinin həndbol üzrə millinin kapitanı artıq bildirir ki, ayıq. Elə indi Dinara ilə bir yerdə sizi evinizdən tanışdırırıq. Bura bizim yeməkxanamızda, burada qızlar qidalanırlar. Bura bizim yataq otağımızdır, burada qızlar dincəlirlər. Dinara xanım gedək, qrup pilavı ilə də tanışdırırıq. Demək, bura bizim qrup otağımızdır, burada biz leksiya keçirik və qızları maarifləndiririk. Və yenidən hər bir asıllara, asılların valideynlərinə müraciət eləmək istəyirəm və demək istəyirəm ki, Azərbaycanda reabilitasiyalar bəli, çox. Amma biz yeganə reabilitasiya mərkəziyiz, bütün personallarımız xanımlardan ibarət. Düşünərdilər, təcrübə sağalmaq istəyir. Oğlan olsa da personal sağalar, xanım olsa da sağalar, amma çox böyük fərq var. Çünki xanıma öz yaşantılarını danışa bilər, dərdlərini danışa bilər. Heç bir əks cinsə dərdlərini danışa bilməzdir. Çünki onlar bizi başa düşməz. Və 3 smendən ibarətdir bizim mərkəzimiz. Hər smende 2 konsultant var, ərəsinin birildən ayrılığı var. Və asli insanların valideyninə müraciət etmək istəyirəm. Kalmadan çəkinmədən gəlin bizim mərkəzimiz.